karyeramın ən böyük uğurudur demək olar. Bu il bizim komandamız üçün, ümumiyyətlə hər birimiz üçün uğurlu keçdi. Yəni bu yerə gəlib çatdığıma görə, bu səviyyəyə çatdığıma görə komandama, başda baş məşqçi heyətimizdə olmağıma çox sağ ol demək istəyirəm və komanda yoldaşlarıma, çünki onlar olmasaydı mən bugün bu səviyyəyə gəlib çata bilməzdim. Bu tədbirə görə AFFA rəhbərliyinə, Çimərlik Futbol Federasiyasına öz təşəkkürümü bildirirəm bu ada layiq görüldüyümə görə. İkinci dəfədir bu seçilirəm oyunçu, ona görə çox sağ olun deyirəm, minnətdarlığımı bildirirəm. Həm də bu adı layiq görüldüyümə görə öz komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Onların sayəsində bu ada layiq görülmüşəm. Onlar olmadan mən bu ada layiq görülə bilmərəm. Uğura görə öz komanda yoldaşlarımı çox sağ ol demək istəyərdim. Onlarsız bu uğuru qazana bilməzdim. Və əlbəttə bu gözəl təşkilata görə AFFA rəhbərliyinə çox sağ ol bildirirəm. Bu il bizim futsal üçün çox uğurlu keçdi. Həm Araz Naxçıvan üçün, həm də yığma üçün. Araz Naxçıvan final 4-lüyünə düşüb. Və apreldə burada keçiriləcək final 4-dür. Onu da yenə də çox sağ ol demək istəyirəm, çünki Bakıda keçirirlər. Birinci dəfə olacaq bu. Və yığma komandamızda Avropa çempionatı düşüb. Fevralın əvvəlində olacaq və Allahın köməyi ilə orada yaxşı çıxış eləyərik və orada da bir nəticə qazanarıq. Nəticən pisi yaxşısı olub. Yəni sevindirici haldır. Lazımlı nəticə idi, yəni gözləyirdim. Ona görə ki, biraz bu il ağır günlər keçirdik. Niyə? Çünki 6 ay futbol oynamadım. Nəticəyə də gələndə sevindiricidir. Bunu hamı qazana bilər. Bütün milliyin qapıçılarına aiddir. Buna layiqdirlər. Hal-hazırda meydançaya çıxdığıma görə yəqin ki, verirlər. Çox sağ ol deyirəm Azərbaycan futboluna, ictimaiyyətinə, xalqına ki, bizi belə sevirlər, bizə qayğı göstərirlər. Biz əlimizdən gələni əsirgəməyəcəyik. Çox sevinirəm, çox sevindirici bir haldır. İnşallah az bir zamanda hər futbolçunun arzusudur milli komanda oynamaq. Az bir zamanda buna nail oldum. Çox buna sevinirəm. Hamısına təşəkkürlərimi bildirirəm. İnşallah çalışacağım, bundan da yaxşı, gözəl nəticələr əldə edim. Biraz mənim üçün gözlənilməz oldu. Çünki mənim üçün bu çıxıldı, yəni yığmanın 4 dənə favoriti var idi. Sözünüzü fikirləşirdim ki, onların 4-dən biri olacaq. Kamran idi, Mahir idi, Rauf idi, Rüfət idi. Mənim seçilməm biraz mənim üçün gözlənilməz oldu. Xoş istərdi, təbii kim istəməz ki, birinci olsun və yaxud seçilsin başqa komanda yoldaşları arasında. Amma mənim üçün bir çox futbolçular bunu təkrar edir, amma mənim üçün doğrudan da elədir. Ən əsas komanda uğurumuzdur, çünki mən komandanın kapitanıyam, təcrübəli futbolçuyam. Mənim üçün daha çox komandanın uğurudur. Komandakı ab-havadır. Mən bütün fikrimi ona verirəm. Həm öz oyunuma, həm də fikir verirəm ki, komanda yoldaşlarım oyunlara istənilən səviyyədə köklənsinlər. İstənilən səviyyədə olsun hər şey, disiplinli olsun hər şey. Yenə də belə biraz mənim üçün gözlənilməz oldu. İlin ən yaxşı oyuncusunun müəyyənləşdirilməsi asan deyil. İstər-istəməz bir neçə namizəd arasında seçim etməli olursan. İlin oyuncusu bir yaxşı ötürməyə, bir gözəl qola, yaxud bir oyunda nümayiş etdirilmiş yüksək səviyyəli oyuna görə deyil, futbolçunun bütün mövsüm ərzində necə çıxış etməsinə əsasən seçilir. Bu baxımdan hesab edirəm ki, Rəşad Sadıqov komandanın lideri və kapitanı kimi ilin ən yaxşı oyuncusu seçilməyə layiqdir. İlk növbədə AFFA rəhbərliyinin adından Baksel şirkətinə minnətdarlığımızı bildiririk. Çünki futbola daha yaxın oldu. 5 illik tərəfdaşlıq müqaviləsi imzalandı və bu sevindirici haldır. Çünki artıq Baksel şirkəti futbol ailəsinin bir üzvü oldu və böyük bir üzvü oldu və futbolumuza daha yaxında oldu. Qeyd etmək istərdim ki, son zamanlar gördüyünüz kimi Baksel şirkətinin fəaliyyətində futbola daha çox önəm verirlər. Növbəti illərdə inanıram ki, daha böyük layihələrə də bərabər birlikdə imza atacağıq. AFFA və Baksel arasında Azərbaycan futbolunun inkişafına töhfə verəcək müqavilə imzalandı. Futbol dünyanın hər yerində sevilən gözəl bir oyundur və biz bu idman növünü bütün səviyyələrdə, məhəllə və uşaq futbolundan peşəkar səviyyəyə dək dəstəkləməyə çalışırıq. Ötən ildən başlayaraq AFFA və Baksel şirkəti bir sıra uğurlu layihələr həyata keçirib və biz bu prosesi davam etdirməyi düşünürük. Bildiyiniz kimi Bakselin dəvəti ilə Manchester United klubunun bir neçə ulduz futbolçusu Azərbaycana səfər edib. Bugünkü müqaviləni imzalamaqda məqsədlərimizdən biri də budur ki, gələcəkdə Azərbaycanın dünya səviyyəli futbol ulduzları yetişsin.